Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu xayru nasirin və mu'in. Hörmətli tələbələr, xoş gördük. Hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi dərsimizin ünvanı İslamda yaşam tərzidir. Keçən dərsimizdə xülasə olaraq bəhs etdik ki, yaşam tərzi dedikdə nə nəzərdə tutulur yaşam tərzi, necə formalaşır, bunlar barəsində danışdıq. Bugünkü bəhsimizdə çalışacağıq köklü bu mövzu ilə əlaqədar köklü bir məsələyə işarə edək ki, bizim o yaşam tərzimizi formalaşdıracaq baxış açımızdır, əqidə və inancımızdır. O da tövhid məsələsidir. Əlbəttə, biri o köklü məsələlərdən biri tövhid və əsas məsələdir, tövhid məsələsidir. Tövhid məsələsinin bizim yaşam tərzimizə olan təsiri. Çox mühüm bir məsələdir. Bildiyimiz kimi, İslam inancında tövhid məsələsi önəmli rol oynayır, özünə məxsus yeri var. Və hər bir müsəlmanın həyatında özünü göstərməlidir. Allahın təkliyinə inam. Allahın təkliyinə inam sadəcə inancda, dildə olmur. Bu inanc tapdıqdan sonra insanın həyatının hər bir sahəsini əhatə eləyir. Və demək olar ki, insanın yaşam tərzi bu tövhid inancının əsasında qurulur. Tövhid həqiqətdə deyirlər bir yerə bənzəyir ki, xüsusi bir ağacı yetişdirir. Hər ağac o yerdə yetişməz. Elə bir yerdir ki, xüsusi bir ağacı yetişdirir və o ağacın da xüsusi meyvəsi olur. Yəni, insan Allahın təkliyinə inam gətirərək, tövhid əqidəsinə sahib olaraq, müvəhhid bir insan olaraq, həyatının hər bir sahəsində bu tövhid özünü göstərir. İnsanın həyatdakı ictimai həyatı, fərdi həyatı, mədəni həyatı, bunların hamısını əhatə eləyir. Baxın, tövhid inancına sahib olan insanın iqtisadiyyatı da tövhid üzərində qurulur. Qanunvericiliyi də tövhid əsasında qurulur. Yəni, insan Allahın vəhdaniyyətini ki, qəbul etdi, artıq bunu qəbul etmiş olur ki, bu varlıqda yeganə xaliq Allahdır və insanın həyatında hər bir şeyin formalaşmasında o təsirə malikdir. İnsanın həyatında lazım olan qanunları da Allah çıxarmalıdır, Allah təyin eləməlidir. İnsanın iqtisadiyyatının necə formalaşması da onun buyurduğu əsasında olmalıdır. İnsanın mədəni həyatı və həyatının digər sahələri də bu əsasda formalaşmalıdır. Tövhid prinsipi bəs
bir müsəlman üçün çox önəmlidir. Bizə bunu öyrədir ki, insan yalnız Allahın qarşısında təslim olmalıdır. Bir insan digər insanın qarşısında təslim olmaq haqqına sahib deyil. İnsan yalnız Allahın vilayətini qəbul edib, onun qarşısında təslim olmalıdır. Bəli, bunu deyə bilərik ki, və o insandan da itaət eləməlidir, ona da təslim olmalıdır ki, o şəxsdən itaət insanı Allahın itaətinə çəkir. Yəni, burada da elə Allahın itaətidir. Məsələn, biz deyirik, Peyğəmbərə itaət lazımdır. Bunu biz demirik, əlbəttə Quran özü deyir, Allah özü deyir. Ətiyullah və ətiyur rəsul və ulul əmri minkum. İtaət edin Allaha və onun rəsuluna və əmr sahiblərinə ki, məsumlardır. Bəs Allahdan savayı Peyğəmbərə və məsumlara da, Allah vəlilərinə də itaət Allahın itaəti olduğu üçündür. Allahın əmri ilədir. Bir insan digər bir insandan itaət etmək haqqına sahib deyil. Yalnız Allaha itaət etməlidir və Allahın göstərişi ilə məsumlara, Allah vəlilərinə də itaət olunur. Bəs tövhid inancı bizə bunu deyir. Bu çox önəmlidir bizim yaşam tərzimizin formalaşmasında. Bu əqidəyə sahibik ki, tövhid bizim həyatımızda var. Biz müvəhhid bir insanıq. Ona görə də həyatımızda Allahdan başqa kimsənin vilayətini qəbul etmirik. Əgər Peyğəmbərin də vilayəti qəbul olunmalıdırsa, o da Allahın göstərişi iləndir. Onlar xüsusi şəxslərdilər. Ona görə onların vilayəti bizlərə lazımdır. Və bunun əsasında biz bir prinsipi də öyrənirik. O da azadlıq prinsipidir. İnsan azaddır. Nə zaman azad olur? O zaman ki, yalnız Allahına itaət eləyir. Müvəhhid bir insan Allaha itaət etdiyi üçün yalnız azad insan sayılır. Bəs bu baxışa əsasən o insanlar ki, Allaha itaətdən əlavə digərlərinə də itaət eləyirlər, nəfslərinə də itaət eləyirlər, burada qarışıqlıq var. Bu doğru deyil. Azadlıq məfhumu burada yoxdur. İnsan o zaman azad olur ki, yalnız Allaha, Allah dediyi şəxslərə itaət etmiş olsun. Və bu etiqad əsasında biz həyatımızı formalaşdırmalıyıq, bizim yaşam tərzimiz formalaşmalıdır. Və insanın səadəti də, kəmalı da elə yalnız ilahi qanunlardan itaət əsasında həyata keçər. Nə zaman insan xoşbəxt olar? Sualı versək, insanlar bir çox sözlər deyə bilərlər. Hələ çünki xoşbəxtliyi bir cür məna eləyir. Amma İslamın dediyi xoşbəxtliyə insan çatmaq üçün və insanın həqiqi xoşbəxtliyi də biz onu bilirik. Bu o zaman baş verir ki, insan Allahın onun üçün təyin elədiyi qanunlardan itaət etmiş olsun. Və o qanunları da bizə Allahın peyğəmbərləri çatdırır, imamlar bəyan eləyir, məna eləyir bizə. Və buradan bir prinsip də ortaya çıxır. O da bundan ibarətdir ki, bütün insanlar Allahın qarşısında bərabərdirlər. Bütün insanlar Allah qarşısında bərabərdirlər. Bu şüarlar önəmli şüarlardır, prinsiplər önəmli prinsiplərdir. Azadlıq, insanların hamısının bərabər olması Allah qarşısında. Bunlar elə İslami şüarlardır, İslami dəyərlərdir. Amma azadlıq dedik, yalnız Allahın qarşısında təslim olduğu zaman insan baş verə bilər.
Yoxsa elə nəfsinin hər dediyini eləyə, biz o insana azad demirik, ona deyirik nəfsinin qulu. Şeytanın hər dediyini eləyə, şeytanın sözü qala bir kənara bir göz işarəsinə belə gedə, biz ona azad insan demirik, şeytanın qulu deyirik. Ya özü kimi hər hansısa bir insanın dediyini eləyə, ona təslim ola. Biz buna azad demirik. Azad insan yalnız Allaha təslim olan, Allahın itaətini bizə vacib etdiyi şəxslərə itaətlə baş verə bilər. Bəs insanlar Allah qarşısında bərabərdirlər. Bir fərqi var. Nə zaman insanların dəyərinin bir-birindən fərqli olması nə zaman baş verər? Quran bizə onu təqva qaidəsi ilə çatdırır. İnnə əkrəməkum indəllah ətqakum deyə buyurur. İnsanların rəngi, dili insanlar üçün imtiyaz vasitəsi deyil. Rəng və dil Allah buyurduğuna əsasən yalnız insanların bir-birlərini tanıması üçündür. Bu qədər. Bəs millətçilik, mən filan irqdənəm, sən filan irqdənsən, bunlar heç də imtiyaz amili və meyarı deyil. Yalnız təqva vasitəsilə insanlar bir-birindən ayrıla bilər. Allah yanında ən təqvalı olan ən dəyərli ola bilir, ən üstün ola bilir. İnsanların da təqvaları müxtəlifdir, bir-birindən fərqlidir. Birinin çoxdur, birinin azdır, birinin ortadır. Bəs buna görə insanların dəyəri də Allah yanında bölünmüş olur. Bunun əsasında bölünmüş olur. Bəs köklü məsələlərdən ki, yaşam tərzində önəmli rol oynayır, tövhid prinsipidir. Müvəhhid insan, bu prinsipə sahib olan insan, yaşam tərzi də bunun üzərində qurmalıdır. Tövhid, Allahın xaliqiyyətini qəbul etmək, yeganə xaliq olaraq Allahı qəbul eləmək. Bu xaliqiyyətdə tövhiddir. Bir də rübubiyyətdə tövhid var. Bu da çox önəmlidir. Yəni, insanın, varlığın idarəçiliyində yalnız Allahı Rəbbi bilə insan, idarə edici bilə. Bir çox insanlar Allahı xaliq kimi qəbul eləyir. Burada heç bir problem yoxdur. Bəli deyirlər, Allah yaradıcıdır. Hətta Firon belə, görsən, Allahın xaliq olmağında bir problem yaşamır. Yaşadığı problem Həzrəti Musa ilə Fironun Allahın rübubiyyət məsələsində idi. Çünki Həzrəti Musa deyirdi ki, bu varlığın bir sahibi var. Yaradır və idarə eləyir. O idarə eləyir. Allah idarə elədiyi zaman təbii ki, Firon kənara çəkilməlidir. Fironun qəbul eləmədiyi bu idi. Bəs müvəhhid bir insan Allah qarşısında təslim olur. Allahın xaliqiyyətini, rübubiyyətini qəbul edir. Deyir, yeganə xaliq Allahdır. Yeganə Rəbb, idarə edici Allahdır. Mən yaşamımın necə formalaşmasını Rəbbimin mənə göndərdiyi qaidə və qanunlar əsasında öyrənməliyəm və formalaşdırmalıyam. Bunu qəbul edir. Bəs bu çox önəmli bir prinsipdir. Yaşam tərzində insana lazım olan önəmli köklü məsələlərdən biridir. Tövhid məsələsində biz bunu deyirik. Tövhid-i əməli tövhid. Nədir bu? Əməli tövhid budur ki, biz yalnız
Allahın fərmanlarına, Allahın göstərişlərinə itaat edirik. Bu zaman əməli tövhid bizdə baş verə bilər. Ola bilər çox insanlar tövhiddən dəm vuralar. Tövhid əladır, gözəl dəyərdir, danışalar. Amma əməldə o tövhid özün göstərməsə, belə də fayda verməz bir insana. Onun yaşam tərzinə çevrilməsə, elə də fayda verməz insana. Bəs insanın yaşam tərzi əməli tövhid əsasında formalaşmalıdır. Əməldə özün göstərməlidir, yaşamda özün göstərməlidir. Yeganə Rəbb olaraq Allahı qəbul edərək özün göstərməlidir. Yalnız Allahın göstərişlərindən itaat etməyə çalışmalıdır. Və həyatını büsbütün onun əsasında qurmağa çalışmalıdır. Əməllərini, rəftarlarını insan elə proqramlaşdırmalıdır. Yaşam tərzi dediyimiz budur. Elə proqramlaşdırmalıdır, elə formaya salmalıdır ki, Allahın razılığı orada öz görsənsin. Buna deyirik İslamın yaşam tərzi. Allahın razılığı orada görsənsin. Kiçicik işdən tut, get böyük işə qədər. Hər bir işdə. İnsanın övlad olaraq, valideyn olaraq, rəftarlarında Allahın razılığı özün göstərməlidir. Bu əməldə tövhiddir. Bu İslami yaşam tərzi baş verməlidir orada. Allahın razılığı. Görəsən mən Allah bəyənən bir övladam ya yox? Bir övlad olaraq. Ya bir valideyn olaraq. Allahın razılığı var mənim valideynliyimdə. Ya yox? Ya müdir olaraq, tacir olaraq, hakim olaraq, qazi olaraq. Sən hamısını say. Bütün peşələri saya bilərsən. Ya bir insanın öz həyatında tutduğu o mövqeyiyyətləri saya bilərsən. Hamısında görəsən Allahın razılığı var. Əgər Allahın razılığı formasında olursa bunlar, bu zaman əməli tövhid baş verir insanın həyatında. Bu insan müvəhhid insandır. Bu insan İslami yaşam tərzinə sahib olan insandır. Bütün sahələrə bunu əhatə eləyib yaymaq olar. Yaxşı, bu baş verdiyi zaman insanın həyatında nələr dəyişir? İnsanın həyatına nə kimi təsirləri olur? Bir insan öz həyatını Allahın razılığı əsasında qurur. Yəni, bu inanca sahib olur ki, bu varlıqda hər hadisə baş verirsə Allahın iradəsi və icazəsi ilədir. Allah istəməsə bir yarpaq belə düşə bilməz. Allahın iradəsi və icazəsi ilədir. Müvəhhid insan bu inanca sahib olur. Buna görə də deyirlər, müvəhhid insanlar dünyanın ən ümidvar insanlarıdır. Heç zaman onların həyatında məyusluq, ümidsizlik görə bilməzsən. Çünki varlığı idarə edən olaraq yalnız Allahı qəbul ediblər. Bu insanlar ümidvar insanlardır. Məyus deyirlər həyatdan. Bilirlər ki, onların xeyrinə olan işlər baş verir. Buna görə də, baxın, bu varlıq, bu dünya çətinliklərlə birlikdədir. Bir gün insan şaddır, bir gün qəmgindir, bir gün deməyim. Bir saat insan şaddır, bir saat qəmgindir. Bəlkə də bir saat da çoxdur. Görürsən, 5 dəqiqə şad olur, 5 dəqiqədən sonra qəmgindir. Bu, dünyanın xüsusiyyətidir. Çətinliklər bu dünyada var.
və olmalıdır. Amma müvəhhid insanın həyatında baş verən budur. Çətinliklər belə ona acı gəlmir. Çətindir ya. Demirik çətin yoxdur, çətinlik yoxdur. Elə müvəhhid insan üçün də çətinliklər var. Həyatın ağrılı, acılı günləri var. Amma o inanc və əqidə ki ona sahibdir. Bu varlıqda mənim Rəbbim istəməsə heç bir şey baş verə bilməz. O da yalnız mənim xeyrimi istəyir. O zaman baş verən çətinliklər belə ona şirin olur. Bunun ən gözəl bariz nümunəsi Həzrəti Zeynəb salamullahi aleyhanın Kərbəlada dediyi söz idi. Dedi və ma rəaytu illa cəmila. Gözəllikdən başqa bir şey görmədim. Təəccüb edici sözdür. Nə gözəllik. Qardaşları qanına qəltan olmuşdu. Qardaş balaları qanına qəltan olmuşdu. 6 aylıq qardaşı balası Südəmər boğazından oxlanmışdı 3 laylı oxla. Qardaşı Əbəlfəzlinin əlləri, qolları vırılmışdı. Əli Əkbər tikə-tikə olmuşdu. Özü 2 oğlu şəhid olmuşdu. Hansı gözəllik? Nədir ki, Həzrəti Zeynəbə bunları gözəl göstərir? Həzrəti Zeynəbin sahib olduğu o inancdır. Deyir, bunlar həyatın çətinlikləri idi. Amma Allahın razılığı əsasında idi. Allahın razılığına görə insan çətinliyə də düşsə, insan qanına da qəltan olsa, insan yaxınını da itirsə, əzizini də itirsə, bunlar hamısı ona çətindir. Amma eyni zamanda gözəl görsənir, şirindir. Çünki Allahın razılığı əsasında baş verir. Bax, bu inanc müvəhhid insanları aram eləyir, məyus eləmir, ümidvar eləyir. Və bu çətinlikləri, həyatda baş verən çətinlikləri öz təkamül yolunun, öz inkişaf yolunun bir vasitəsi görür. O çətinliklə insan kamilləşir. Tövhid inancı insana bunu əta eləyir. Əməli tövhid insanda bu xüsusiyyətə sahibdir. Amma bunun əksi. Bir insan ki, Allahın tövhidini qəbul eləmir, Allaha qarşı əməli tövhidə sahib deyil, müvəhhid insan deyil. O insan özü kimi birinin qulu olur. Onun həyatında şirk baş verir. Yəni, rübubiyyətdə, bu varlığın idarəçiliyində, özünün idarəçiliyində kimisə şərik qoşur Allaha. Ona itaət eləyir. Onun dediklərini eləyir. Bu da insanın faciəsi ilə nəticələnir. Bu insanın aramsızlığına gətirib çıxarır. Çox önəmlidir ya. İnsanın aramsızlığı ilə nəticələnir. İnsan daima təşviş içində olur. Nəfsinə qul ola, özü kimi birinə qul ola, şeytana qul ola, Allah sözünə qulaq asmaya. Bu cür yaşam tərzi insanın aramlığını insanın əlindən alır. Niyə? Çünki nəfs hər gün yeni istəkləri olur nəfsin. İnsanın istəkləri bitmir ki. Nəfsinin istəkləri bitmir. Hər gün yeni istəklər. Bu da insanı təşvişə salır. Aramlığın əlindən alır. Və özü kimi birinin qüdrətinin təslimi olursa, özü kimi bir insana təslim olursa, hər hansısa bir qüdrətin təslimi olursa dünyada, bunu da bilməlidir ki,
həmin o qüdrətlərin ki, ona təslim olub, onların hər gün bir rəngi olur. Hər gün bir rəngə düşürlər. İnsandan hər gün bir formaya düşməsini istəyirlər. Bir gün oynadırlar, bir gün ağladırlar. Bax belədir. Ona görə aramlığı əlindən gedir. Amma müvəhhid insan yalnız Allahın rübubiyyətini qəbul edib, bu varlığı idarə edici olaraq yalnız Allahı qəbul edib, aramdır. Bilir ki, hər nə baş versə onun xeyri nədir? Onun təkamülü üçündür. Müvəhhid insanda da yaşamında belə bir şeylər baş verir. Bu fərdi əməli tövhid idi. Bir də bunun ictimai sahəsi də var. Əgər biz tövhiddən söhbət eləyiriksə, ictimai sahədə də tövhid yaranarsa, çox gözəl şeylər baş verər. Cəmiyyətdə, toplumda da tövhid yaranarsa, Allaha inanc, onun vəhdaniyyətini qəbul etmək hər bir sahədə yaranarsa, o toplum sağlam toplum olar. Hər bir cəmiyyətin ən önəmli rüknü, sütunu onun idarəçiliyidir. Bir cəmiyyət tövhid cəmiyyəti olarsa, toplumu olarsa, o cəmiyyətə hakim olan qanunlar da Allahın buyurduğu qanunlar olacaq. Çünki müvəhhid bir insan cəmiyyətdə, toplumdur. Həm fərdi olaraq əməli tövhidə sahib olmalıyıq, həm bir toplum olaraq, cəmiyyət olaraq əməli tövhidə sahib olmalıyıq. Bu qədər mən yaşam tərzində köklü məsələlərdən ki, hələ yaşam tərzinə daxil olmamışıq, bəhs etməliydik. Tövhidin İslami yaşam tərzindəki təsirləri idi. Amma sizə söz vermişdik, Qur'an-ı Kərimdən də bir sıra məsələləri yaşam tərzi olaraq diqqətinizə çatdıracağıq. Ən gözəl yaşam tərzi elə Qur'an-ı Kərimdir. Allahın bəşər üçün göndərdiyi o hidayət kitabıdır, yaşam kitabıdır. Qur'an insanın yaşam kitabıdır. Bunu bu cür qəbul etməliyik. Bunu bilən bir çox İslam düşmənləri görürsən, cəmiyyətdə Qur'an yaşam tərzinin formalaşmasının qarşısını almaq üçün başqa yaşam tərzlərini insanlara sırıyırlar, təbliğ eləyirlər, media vasitəsilə ya başqa yollarla. Məsələn, qərb yaşam tərzi bugün dünyada tüğyan eləyir. Bir çox cəmiyyətlərə bunu sırıyırlar. Amma Qur'an yaşam tərzi. Biz Qur'ana baxaraq yaşam tərzini öyrənsək, insanın səadəti, xoşbəxtliyi bundadır. Çünki o yaradıcısı tərəfindən təyin olunmuş yaşam tərzidir. Elə mən ilk olaraq Qur'anın ilk surəsi, Fatihə surəsindən başlayıb bir neçə yaşam tərzini o ayələrdən istifadə edərək diqqətinizə çatdırmaq istəyirəm. Ki, bir neçəsini deyəcəm, qalanlarda qalar inşallah gələn dərsimizə. Qur'an Bismillahirrahmanirrahim ilə başlayır. Bu ifadə ilə başlayır. Hər surənin əvvəlində, 114 surənin 113-ünün əvvəlində
bu işlənir. Yalnız Bəraət surəsi, Tövbə surəsində Bismillahirrahmanirrahim yoxdur ki, onu da Allah başqa bir surədə əvəzini çıxır və işlədir o ifadəni. Mənası nədir bunun? Bu mənayadır ki, Bismillahirrahmanirrahim, Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram. Bunun mesajı nədir bizə? Bizə hansı yaşam tərzini verir bu? Bismillahirrahmanirrahim. Bu budur ki, hər bir işdə müvəhhid insan Allaha arxalanmalı, ona təvəkkül etməlidir. Niyə? Çünki bu Qur'an insanı özünə belə tanıtdırır. Deyir ki, sən zəifsən, sən ehtiyaclısan. Ya Yuhannas, ey insan, ey bəşər, əntumul fuqara, siz fəqirsiniz. Kimə? Kimə fəqiriyik? Kimə ehtiyaclıyıq? Deyir, iləllah. Adresi səhv getməyin. Allaha ehtiyaclısınız ha. Düzdür, ehtiyaclısınız. Amma Allaha. Allahdan savayı hər nə varsa siz kimi ehtiyaclıdır. Ehtiyaclı, ehtiyaclıya müraciət eləməz ki. Fəqir, fəqirə müraciət eləməz ki. Ağıl bunu deyir ki, fəqir imkanlıya müraciət eləyər. Ehtiyaclı, ehtiyacsıza müraciət eləyər. Allah deyir, bəşər, sən ehtiyaclısan Allaha. Niyə? Vallahu huvel ganiyyul hamid. Çünki o, bu varlıqda yeganə qəni, ehtiyacsız Allahdır. Bəs ehtiyaclı insan Allaha, ehtiyacsıza bağlıdır. İmkanlıya, qəni olana ehtiyaclıdır. Bəs ona arxalanmalıdır. Bismillahirrahmanirrahim. İnsanın həyatında Allaha arxalanmaq olmalıdır. İmanlı insan, müvəhhid insan həyatının əvvəlindən sonuna qədər həyat tapması, dünyaya gəlməsi, həyatının davam etməsi, nəfəsi alıb verə bilməsi, bunların hamısını Allahın lütfü və inayəti bilməlidir. Ona arxalanmalıdır. O istəyib insan yaşayır, vardır. Bu inanca sahib olmaq nə olar? Belə yaşam tərzinə sahib olmaq səbəb olar ki, insan zəiflik hiss eləməsin. İnsan məğlubiyyət hiss eləməsin. İnsan özündə qüsur, nöqsan hiss eləməsin. Niyə? Çünki özün məğlub olunmaza bağlayıb. Çünki özün zəif olmayana bağlayıb. Bismillahirrahmanirrahim. Allaha təvəkkül eləmək. Bu birinci məsələ ki, qeyd etdim. Bir dənə də yaşam tərzinə elə bu surədən işarə eləyim. Qalanları qalsın inşallah gələn dərsimizə. Biri də sonraki ayə nədir? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Həmd aləmlərin Rəbbinə məxsusdur. Əvvəla aləmlərin Rəbbi var. Bu varlığın sahibi, Rəbbi var. İdarə edəni var. Bu bir məsələdir. Bir də o ki, istəyirəm ona işarə eləyəm, şükür etmək ruhiyyəsi. Minnətdarlıq ruhiyyəsi. Bu insanda olmalıdır. Bu ayə bizə bunu öyrədir. Allahın nemətləri qarşısında şükür edən olaq. Şadlıqda da, narahatçılıqda da belə bir yaşam tərzinə sahib olaq. İmam Sadiq əleyhissalam elə yerinə düşdü ki, biz
Həzrət Peyğəmbərlə İmam Sadiq əleyhissalamın mövlud günlərini yaşayırıq. Rəbiül əvvəlin 17-sinə az qalıb. İmam Sadiq əleyhissalam Həzrət Peyğəmbərdən nəql edir. Deyir, Peyğəmbər buyurur, Kana Rasulullah izə vərədə aleyhi əmrun yasurruhu, qalə elhamdülillah ələ hadihin ni'mə. Elə ki, deyir, Peyğəmbəri şad edəcək bir iş baş verirdi. Peyğəmbər deyirdi, bu neymətə görə Allaha həmd olsun. Və izə vərədə aleyhi əmrun yəqtəmmu bihi, qalə elhamdülillahi alə kulli halin. Deyir, amma Peyğəmbərin narahat edəcək bir iş baş verdiyi zaman Peyğəmbər də deyirdi ki, hər bir halda Allah həmdə layiqdir. Hər bir halda. Yəni şadlıqda da Peyğəmbər həmd eləyirdi, narahatçılıq olanda da həmd eləyirdi. Bu insana şükür eləmək, minnətdar olmaq ruhiyyəsi verir. Allah bizdə istəyir ki, biz belə bəndə olaq. Allaha minnətdar olan, Allaha şükür edən, təşəkkür edən bir bəndə olaq. Əgər həyatımızda, yaşamımızda bu məsələlər olarsa, əmin olun ki, həyatımız bugünkündən daha yaxşı olar. Buna əmin olun. İnanmırıqsa, təcrübə eləmək bizim ixtiyarımızdadır. Təcrübə eləyək görək necə olur. Biz onsuz da bir varlıq olaraq təcrübə eləyirik bir çox şeyləri. Gəlin bu gözəl şeyləri də təcrübə eləyək. İslamın, Quranın bizə verdiyi bu yaşam tərzini də təcrübə eləyək. İnşallah ümidvaram Allah bizə tövfiq verər. Biz Allahın istədiyi yaşam tərzinə sahib olan insanlardan olaq. Mən hər birinizə təşəkkür eləyirəm. Allah sizdən razı olsun.